Azərbaycan, odlar yurdum mənim, sən namusum, qeyrətimsən vətənim, sən namusum, qeyrətimsən vətənim. Değerli tamaşaçılarımız, hoş gördük sizin her birinizi, mənim əzizlərim. Bugün çok güzel, gurur verici bir günde sizinle görüşürük. Bugün bizim zəfər günümüzdür, qələbə günümüzdür. Bütün Azərbaycan xalqı, təkcə Respublikamızda yaşayan vətəndaşlarımız deyil, bütün dünyada yaşayan Azərbaycanlılar, bütün Türk dünyası bu günü Azərbaycanlıların qələbə günü olaraq qeyd edirlər. Bu günü bizə yaşadan oğullarımız oldu. Bu günü öz qanı ilə, öz canı ilə tarixə qızıl hərflərlə yazan şəhidlərimiz oldu. Mübarək şəhidlərimizin ruhu qarşısında xalq olaraq baş əyirik. Biz onlara canımızla borcluyuq, bu günü bizə yaşatdılar. İllərlə əsarət altında qalan, işğal altında qalan torpaqlarımızı, ata-baba yurdumuzu bizə qaytardılar. Bugün elə onların günüdür. Bəli, bugün şəhidlərimizin bayramıdır. Şəhidlər ölmürlər, şəhidlər yaşayırlar. Bu bayramı bizdən də çox qeyd edən şəhidlərimizdir. Şəhidlərimizin, mübarək oğullarımızın, şahid qardaşları, qazilərimizin bayramıdır. Bütün müharibədə iştirak edən xalqımızın bayramıdır. Çünki bizim xalqımız həm ön cəhbədə, həm də arxa cəhbədə döyüşdü. Və bugün bizim Ali Baş Komandanımızın, Cənab Prezidentimizin, İlham Əliyevin bayramıdır. Bayramı mübarək olsun Azərbaycan, bayramınız mübarək olsun əziz xalqımız. Biz bütün MTV Azərbaycan kollektivi olaraq bütün Azərbaycanlıları bugün münasibətilə, Zəfər günü münasibətilə ürəkdən təbrik edirik və bugün studiyamızda olan dəyərli, şərəfli qonaqlarımızın hər birinin ürək sözünü, təbriklərini eşidəcəyik. Və bilirsiniz, hal-hazırda studiyamıza kimlər gələcək? Bizim müzəffər, qalib ordumuzun igid əskərləri, zabitləri gəlir. Azərbaycan, odlar yurdum mənim, sən namusum, qeyrətimsən vətənim, sən namusum, qeyrətimsən vətənim. Duman çən silinər, zəfərlə yürüş edərik biz. Bu torpağı qoruyan sevilər, zirvədə olacaq millətimiz. Uğrunda ölən varsa vətən var, vətən anadır, biz övladıyıq. Vətənə layiq olsaq var olar, çünki biz bu vətənin adıyıq. Değerli qonaqlarımız, hər biriniz xoş gəlmisiniz, mənim əzizlərim. Bugün burada bizim mübarək analarımız var. Şəhidlərimizin əmanətləri var burada. Qarşınızda baş əyirik, mənim anam. İcazə versəydiniz, bax bu mübarək gündə, Ramin əziz qardaşım, bunu saxlayın. Bu mübarək gündə icazə versəydiniz, mən bütün tamaşaçılarımız adından sizin əlinizdən öpüm, sizi salamlayım. Çox xahiş edirəm sizdən. Ana, ver əlindən öpək. Allah sizi qorusun. Allah sizi qorusun. Nurlarımızın, intiqamımızın bizə yadigarı. Allah sizi qorusun. Miqdadımızın yadigarı. Allah sizləri qorusun. Başımızın tacısınız. Başımızın tacısınız. Əziz qardaşlar, xoş gəlmisiniz. Şərəf vermişsiniz bugün. Bu gözəl günü, bu bayram gününü bizimlə bərabər keçirdiyinizə görə sizə təşəkkürümü bildirirəm və böyük məmnuniyyətlə sizə söyləyirəm, buyurun əyləşin. Əziz tamaşaçılarımız, mən biraz öncə də söylədim ki, biz Azərbaycan xalqı olaraq həm ön cəhbədə, həm də arxa cəhbədə birlikdə savaşdıq, dəmir yumruq olaraq. Bütün dünyaya bəyan etdik ki, Azərbaycan xalqı lazım olan məqamda Ali Baş Komandanın dediyi kimi birləşməyi, özü də yumruq olub dəmir kimi birləşməyi çox gözəl bacarır. Biz bunu sübut edə bildik. Və bugün studiyamızda olan bax bu insanların hər birinin bizim o şanlı zəfər tariximizdə
özünə məxsus yeri olub. İstər ön cəhbə olsun, istər arxa cəhbə olsun. Mən qonaqlarımızı təqdim etmək istəyirəm sizə, mənim əzizlərim. Bizim burada Vətən müharibəsi qəhrəmanı İntiqam Əskərlinin və onun qardaşı Aprel qəhrəmanı, Aprel döyüşlərinin şəhidi Nurlan Əskərlinin əmanəti anası var. Ziba ana xoş gəlib, səfa gətirib. 2 oğlunu Qarabağ torpaqları uğrunda qurban verən anamızdır. Ana, xoş gəlmisiniz. Bugün qonaqlarımız arasında qəhrəman Miqdatımızın anası var. Tünzalə ana, xoş gəlmisiniz, mənim əzizim, şərəf vermisiniz. Bizim 18 yaşlı bir əskərimizin, bilirsiniz ki, Vətən müharibəsində ümumilikdə bu 30 il boyunca bizim əskərimiz də, zabitimiz də döyüşlərdə eyni iştirak etdi. Və o qəhrəman oğullarımızdan biri də Cavid Paşazadədir. Cavidimizin əmanəti buradadır, Sədaqət ana buradadır. Xoş gəlmisiniz, mənim əzizim. Püstə xanımı da təqdimat etmək istəyirəm. Püstə xanım da övladları ilə bərabər, bax o arxa cəhbədə döyüşən xanımlarımızdandır. Bugün bizim burada dəyərli qonaqlarımız arasında Fəzail müəllim var, Fəzail Ağamalı. Fəzail müəllimə biz hər zaman bir el ağsaqqalı olaraq hörmət etmişik. Çünki Fəzail müəllim ömrünün yarıdan çoxunu Azərbaycan müstəqilliyi üçün, Azərbaycan suverenliyi üçün, belə deyim də, qurban verən insanlardan biridir. Ana Vətən Partiyasının sədridir, eyni zamanda tarix elmləri doktoru, çox hörmətli professorumuzdur. Fəzail müəllim, xoş gəlmişsiniz proqramımıza, şərəf vermişsiniz. Minnətdaram sizə. Bugün bizim qonaqlarımız arasında qəhrəman oğlumuz olan Rüfətimizin atası var. Mən Mürvət atanı salamlamaq istəyirəm. Mürvət ata, xoş gəlmişsiniz, əzizim mənim. Mürvət ata ilə biz bu 5 il ərzində neçə şəhid övladlarımızın qapısını döymüşük. Xoş gəlmişsiniz, şərəf vermişsiniz. Dəyərli ziyalılarımız arasında Elşad müəllimi salamlamaq istəyirəm. Elşad müəllim siyasi elmlər doktoru, dəyərli professorumuzdur, dəyərli ziyalımızdır. Xoş gəlmişsiniz proqramımıza. Xoş gördük sizi. Bayram günü sizləri bir arada görmək mənim üçün çox böyük şərəfdir. Və mən əziz qardaşımdan, Ramin qardaşımdan xahiş edəcəm, bizim dəyərli zabitlərimizi, bu zabit heyətimizi təqdimat etsin. Və yaxud da zabitlərimiz bəlkə özlərini təqdimat etsinlər. Elə daha gözəl olar. Əziz qardaşlarımız, buyurun, sizi yaxından tanıyaq, mənim əzizlərim. Buyurun, mikrofonu ötürün, zəhmət olmasa. Buyurun, qalxmağa ehtiyac yoxdur, buyurun. Hər birinizi salamlayıram. Mən də öncədən bizim o müqəddəs analarımızın qarşısında baş əyirəm, atamızın qarşısında baş əyirəm. İkinci Vətən müharibəsi iştirakçı 3-cü qrup Qarabağ əlli Ramin Şirinov. Allah sizi qorusun. Mən də hər birinizi salamlayıram, qarşınızda baş əyirəm. Mən ehtiyatda olan Gizir Quliyev Kənan Camaloğlu, 3-cü qrup Qarabağ əlli. Allah sizi qorusun. Buyur əziz qardaşım, sən buyur. Analarımızın qarşısında baş əyirəm, əllərindən öpürəm. Bu hamımızın bayramıdır. Yəni bilmirəm bizi necə başa düşürsünüz. Bu bayramı qeyd elədiyimiz üçün. Yəni sizin bir övladınız ölüb, minlərlə övladınız sizin həmişə yanınızdadır. Mən Qarabağ qazisi Eyvazov Səbuhi 1-ci qrup Əlil. Allah şəhidlərimizə rəhmət eləsin. Mən Xudaverdiyev Salman Sadıqoğlu Vətən müharibəsi Əlili. Allah qorusun əziz qardaş. Xoş gördük hamınızı bayram günündə. Analarımızın qarşısına baş əyirəm, atamızın qarşısına baş əyirəm. Ehtiyatda olan baş leytenant 1-ci Qarabağ müharibəsinin iştirakçısı, 2-ci Qarabağ müharibəsinin 3-cü qrup əlli baş leytenant Pəsərək Fərzanı. Mən də bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Allah onların övladlarına rəhmət eləsin. Vətən müharibəsi 52-ci qrup Əlil ehtiyatda olan kəşfiyyatçı Şirin Aliyev. Allah qorusun. Mən də şəhid analarının qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsinin qazisi Qafar Məmməd Əliyev. Allah qorusun sizi. Buyurun. Hər vaxtınız xeyir olsun. Bayramımız mübarək olsun. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. İstefada olan mayor Tahir Hüseyn. Allah qorusun sizi. Mən də salamlayıram hər kəsi. Bayramımız mübarək olsun, əziz xalqımız, əziz şəhidlərimizin valideynləri. Mən də Təmkin Ağayev, Vətən müharibəsi iştirakçısı Qarabağ əlli.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Mən də başda Cənab Ali Baş Komandan olmaqla bütün şəhid ailələrin, qazi qardaşlarımızı və müzəffər ordumuzu bu zəfər günü münasibətilə təbrik edirəm. Həqiqətən də bizim üçün qürurludur. Bir Qarabağlı olaraq, bir Azərbaycanlı olaraq qürur duyuram ki, bugün doğma Qarabağımız azaddır. Azərbaycanın üç rəngli ay ulduzlu bayrağı Qarabağımızın ərazisində dalğalanır. Yaşasın Azərbaycan, Allah bütün şəhidlərimizi məqamımızı eləsin. Ailələrinə də Allahdan səbir və can sağlığı arzu edirəm. Mən də 44 günlük Vətən müharibəsinin iştirakçısı 3-cü qrup 50 Rəcəb Ümran. Çox sağ olun. Allah sizi var etsin. Xəzər müəllim, sizi dinləmək istəyirik. Bayramınız mübarək olsun. Bugün hamı sevincli gündə birbiri ilə görüşür, birbirinin bayramını təbrik edir. Teşekkür ederim, akşamınız xeyir. Bugün həqiqətən xalqımızın tarixinə qızıl hərflərlə yazılan bir gündür. Biz qəhrəman xalqıq. Bütün tarix boyu əyilmədən, sınmadan düşmənlərimizə qarşı igidliklə döyüşüb torpağımızı qormuşuq. Müqəddəs torpaqlarımız uğrunda qan töyməkdən şərəf duymuşuq. Mən bütün şəhid ailələrinin, çox dəyərli analarımızın qarşısında baş əyirəm. İgid övladlarımıza, şəhidlik zirvəsinə qalxan igid övladlarımıza, bugün cənnətdə olan igid övladlarımıza deyirəm ki, ruhun şad olsun. Amin. Bugün sənin bayramındır. Sizinlə fəxr edirik. Allah, Uca Tanrı sizi qorusun. Çox sağ olun. Amin. Allah Azərbaycan ordusunu qorusun. Bir daha bayramınız mübarək olsun. Bugün bizim analarımızın arasında olan müqəddəs oğlumuz, mübarək şəhidimiz, Miqdatımızın anası var, Tünzalə ana. Tünzalə ana haqqında diqqətinizə bir məqamı çatdırmaq istəyirəm. Yadınızdadırsa, 44 günlük Zəfər Savaşında bir neçə gün müddətində bir atəşkəs elan olundu. Yadınıza gəlir yəqin ki. O atəşkəs elan olunanda Miqdat hərbidə idi və ananın Miqdatdan xəbəri yox idi. Düzdürmü ana? Və o anda ana oğlundan xəbərsiz olaraq Ali Baş Komandana bir telegram vurur. Telegramında yazırdı ki, Cənab Ali Baş Komandan, Cənab Prezident, bu atəşkəsin birdən vaxtı uzanar. Birdən siz bu atəşkəsi davam edərsiniz. Mən bir əskər, hərbiçi anası olaraq bütün Azərbaycan anaları adından sizə müraciət edirəm ki, müharibəni dayandırmayın. Biz oğullarımızı şəhid verməyə hazırıq. Ana bu sözləri Ali Baş Komandana yazanda artıq Miqdat şəhid olmuşdu. Ananın xəbəri yox idi. Bax, Azərbaycanın qəhrəman anaları, bir Azərbaycan anasının siması budur. Əziz tamaşaçılarımız, dəyərli gəncliyimiz, biz elə həqiqətən də Azərbaycanlı olmağımızla fəxr etməliyik. Necə ki, bu kəlməni, bu kəlamı bizə ulu öndərimiz demişdi. Bəli, biz fəxr olunması millətik. Tünzalə ana, sizi dinləmək istəyirəm. Bayramınız mübarək olsun. Buyurun ana. Əvvəla salamlayıram hamınızı. Nurana xanım, icazə versəydiniz, bugünü, bu bayram günündə mən ilk öncə olaraq 1-ci Qarabağda şəhid olan oğullarımızı təbrik eləmək istəyərdim. Ailələrini təbrik eləmək istəyərdim. Çünki bu günləri onların da bayramıdır. Çünki bizim vaxtıykən onlar şəhid olmasaydılar, mən hər zaman deyirəm bu sözü, oğullar olmasaydı, o qazilər olmasaydı, bizim uşaqlarımız dünyaya gəlməzdi və bizim uşaqlar da indi onların qanını yerdən götürməzdi. Və onların bayramını təbrik eləyirəm və eləcə burada oturan Ziba anamız başda olmaqla bütün şəhid ailələrimizi, qazilərimizi və millətimizi və ən xüsusilə də Baş komandanımızı İlham Əliyevi təbrik eləmək istəyirəm ki, bu milləti bir yerə yığdı. Hamıya sübut elədi ki, biz həm silahımızla, həm imzamızla
söz deyə bilirik və hər yerə sübut elədik ki, biz Azərbaycanlıyıq və lazım olan vaxtda sözümüzü deyə bilirik. Təbrik edirəm bayramımızı. Xalq olaraq, millət olaraq Allah bundan sonra bizə müharibə qismət eləməsin. Amin. Allah qazilərimizə can sağlığı versin və şəhid ailələrinə səbir, dözüm versin. Çox təşəkkür edirəm sizə, çox təşəkkür edirəm. Mürvət dayı, sizi dinləmək istəyirəm. Bayramınızı təbrik etmək istəyirəm. Biz adətən əziz tamaşaçılarımız hər zaman bütün tədbirlərdə də şəhid analarımızı önə keçiririk. Şəhid analarımızla daha çox görüşürük. Hərdən söyləyirəm ki, şəhid ataları bir gün inciyəcəklər bizdən ki, bizi kölgədə qoymusunuz. Əziz şəhid ataları, sizin də bayramınız mübarək olsun. O oğulları necə ki, analarımız öz laylası ilə biraz öncə bizim dəyərli Fəzail müəllimin sözünə qüvvət laylası ilə böyütdü. Sizlər də şəhid ataları əlinizin qabarı ilə, davranışlarınızla bir Azərbaycan kişisinə yaraşan tərzdə o oğulları vətənpərvər böyütdünüz, bayraq sevgisi ilə böyütdünüz. Var olun, sağ olun. Sizə bir can borcumuz var. Mürvət dayı, sizin timsalınızda bütün ataların bayramını təbrik edirəm. Bugünkü bu zəfər bayramı münasibəti ilə Azərbaycan xalqının, Ali Baş Komandanımızı, onun ailəsinin, bütün dünya Azərbaycanlıların hamısını təbrik edirəm. Bu başlanan müharibə biz yaşadığımız tarix 30 il bundan əvvəli, yəni yaddaşımızda qalan gördüyümüz erməni qəsbkarlarının bizim torpaqları işğal eləməsi, o həyətdə böyüyən övladlarımız bunları gördü. Eyni zamanda biz Qubadlı rayonlarıq. Məsələn, Rüfət Qubadlı rayonunda doğulmuşdu, Aşağımoğlu kəndində. 12 yaşınacan orada yaşamışdı. Sonradan Naxçıvan İstiqadına hərbi liseyi qutarıb, Ali Hərbi məktəbi qutarıb, Heydər Əliyev adına Ali Hərbi məktəbi qutarıb. Zabit kimi Azərbaycanın demək olar ki, kəşfiyyatçı zabit kimi bütün bölgələrində iştirak edib. Beyləqan, Ağdam, Ağcabədi, Gəncə, Tovuz, Daşkəsən, axırda son 5 ili Ali Hərbi məktəbdə baş müəllim kimi işləyib. Həm də müəllimləri onların türklər olmuşdu. Son dövrdə də o hazırladığı kursantları da yüksək səviyyədə, yəni bilikli zabit olduğuna görə hazırladığı kursantlar da xalqımız üçün xeyirli, belə necədirlər, savadlı zabitlər olmuşdu. Mən bu zəfər günündə onu deyə bilərəm ki, Ali Baş Komandanımızın iradəsi, xalqımızın birliyi və ordumuzun rəşadəti nəticəsində ki, dəmir yumruq yarandı. 44 gündəki olan o birlik nəticəsində biz bu qələbəni Azərbaycanın demək olar ki, əksəriyyət işğal olmuş rayonları azad elədik. Bəli. Amma 3 rayonu isə Ali Baş Komandanımızın apardığı siyasət nəticəsində itki vermədən azad elədik. 19-undan 20-sinə keçən gecə sentyabr ayında 1923-cü ildə o bir günlük antiterror lekal əməliyyatından sonra isə 200 il ərzində Azərbaycanda yaşayan ermənilərin oradan çıxarılması, bəli, eyni zamanda 44 günlük və 92-ci ilin qədər olan şəhidlərimizin qanı demək olanlar ki, alındı. Mən buradan elə ümumiyyətlə bütün şəhid ailələri adından deyə bilərəm ki, qürurluyam. Belə qürurluyam ki, bizim övladlarımızın əməyi yerdə qalmadı. Bu torpaqların, azad olunan torpaqlarda bizim övladların adı yazıldı. Bu tarix, Azərbaycan tarixinə yazılan bu qələbə qızıl hərflərlə yazıldı. Həqiqətən də Ali Baş Komandanımız hər bir çıxışında deyir ki, azad olunan torpaqlarda silahlarımız olsa da əskər və zabitlərimizin əməyi nəticəsində aldı. Onların sücəti nəticəsində alındı. Mən bir şəhid atası kimi qürurluyam. Düzdür, niskinlik də var, amma həqiqətən qürurluyam ki, azad olunan torpaqlarda bizim övladlarımızın əməyi var. Bunu qürurla demək lazımdır. Azərbaycan xalqı, Azərbaycan dövləti
bizim yanımızdadır. Bu şəhid ailələrinin həqiqətən yanındadır. Nəinki dövlətimiz, eyni zamanda xalqımız da, hər bir Azərbaycan milləti bizim yanımızdadır. Bu zəfər günü münasibəti ilə xalqımızı təbrik edirəm, ali baş komandalarımızı təbrik edirəm. Bütün şəhid ailələrini təbrik edirəm. Həqiqətən analara mən hər bir çıxışımda həmişə deyirəm ki, ağlamasınlar. Düzdür, niskinlik var, amma çalışsınlar, övladlarımızın qəhrəmanlığından danışsınlar. Həqiqətən də Rüfət elə bir zabit idi ki, həmişə övladlarına indi soruşanda olunan deyir, atan sənə öyle deyirdi ki, Xocalının, o qanlı yaddaşımız olan Xocalını bizə aşılayırdı. Məsələn, onun övladı birdən görsən ki, məndən də yüksək intonasiya ilə belə səlis danışır. Allah dövlətimizi var eləsin, xalqımızı var eləsin. Allah sizləri də var eləsin ki, biz şəhid ailələrini unutmursunuz. Həmişə yanımızdasınız, dəstəksiz. Minnətdaram sizlərə. Allah sizləri qorusun. Təşəkkürümü bildirirəm sizə. Şəhidlərimiz can vermədilər ki, canların qurban vermədilər ki, unudulalar. Azərbaycan xalqı nə qədər ki yaşayır, üç rəngli bayrağımız nə qədər ki dalğalanır, Azərbaycan sözü ilə yanaşı qəhrəman şəhidlərimizin hər zaman adı ehtiramla yad olunacaq. Elşad müəllim, sizin də bayramınızı təbrik edirəm. Sizin timsalınızda bütün müəllimlərimizin bayramını təbrik edirəm və hər zaman bu sözü söyləyirik ki, bizim şəhidlərimizə o vətənpərvərlik ruhunu evdə valideynlər aşıladısa, məktəbdə də müəllimlər aşıladı, universitetlərdə, böyük auditoriyada sizin kimi professorlar aşıladı bayraq sevgisini. Bayramımız mübarək. Rayan xanım, çox təşəkkür edirəm. Həqiqətən də zəfər günümüzün böyüklüyünü, möhtəşəmliyini sözlə ifadə etmək qeyri-mümkündür. Ona görə ki, bu iki əsrin böyük tarixi hadisəsidir. İkinci Dünya Müharibəsindən sonra 21-ci əsrin özündə heç bir dövlət, heç bir xalq Azərbaycan dövləti kimi, Azərbaycan xalqı kimi öz torpaqlarını effektiv işğaldan azad edə bilməmişdir. Həqiqətən. Tarixə qısaca bir nəzər salsaq, görərik ki, bugün də vaxtı ilə mövcud olan münaqişələr qalmaqdadır və onların aradan qaldırılması perspektivləri də görünmür. Amma bizim xalqımız, Ali Baş Komandan, möhtərəm prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı 30 illik erməni işğalından azad etdi və dünyaya bir nümunə təqdim etdi. Yəni, bu təkcə Azərbaycan xalqının öz ərazilərini işğaldan azad etməsi hadisəsi deyildi. Bu bütövlükdə qlobal təhlükəsizliyə verilən bir töhfə idi. Yəni, biz dünyaya nümayiş etdirdik ki, xalqlar mübarizə aparıb öz torpaqlarını işğaldan azad edə bilərlər, ərazi bütövlüklərini təmin edə bilərlər, suverenliyini etibarlı və dönməz şəkildə təmin edə bilərlər. Ən əsası isə biz bu günləri beynəlxalq təhlükəsizliyə ən ciddi təhdid yaradan hallardan biri olan separatizmin kökünü kəsdik. Bəli, ən əsası oydu. Məsələn, bir faktı sizə deyəcəm. Hazırda dünyada 51 aktiv separatizm ocağı mövcuddur. Və bu separatizm ocağının coğrafiyası qurunun təxminən 8,5%-ni təşkil edir. Kifayət qədər böyük bir ərazidir. Bu ərazidə 220 milyondan artıq insan yaşayır. Bu nə deməkdir? Bu deməkdir ki, bugün də 220 milyondan artıq insanın həyatı daimi təhlükə qarşısındadır. Amma Azərbaycan prezidentinin strateji baxışı ilə, bizim qəhrəman oğullarımızın şücaəti sayəsində, biz ölkəmizin ərazisində dövlət təhlükəsizliyimizə ciddi təhdid olan separatizm kökünü kəsdik. Və yenə də bütün dünyaya nümayiş etdirdik ki, separatizmə qarşı effektiv mübarizə aparıb, onu aradan qaldırmaq mümkündür. Ona görə mən deyirəm ki, bu təkcə Azərbaycan xalqının qələbəsi deyil. Bu, qlobal, möhtəşəm, tarixi bir hadisədir. Doğru. Hesab edirəm ki, bu bütün dünyanın qələbəsidir. Və bu qələbənin unikallığı ondan ibarətdir ki, bunun həm siyasi komponenti var idi, siyasi diplomatik komponenti var idi, iqtisadi komponenti var idi və hərbi komponenti var idi. Yəni biz bu üç komponenti yenə də dünyada görünməyəcək şəkildə tətbiq etdik, torpaqlarımızı işğaldan azad etdik. Biz öncə torpaqlarımızı dünyanın möhtəbər tribunalarında işğaldan azad etdik.
Biz çox yaxşı xatırlayırdıq. Onu cənab prezident də dəfələrlə qeyd edibdir ki, bizə deyirdilər ki, heç bir halda müharibəyə başlamaq olmaz və yaxud da ki, faktlarla barışmaq lazımdır. Yəni Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir. Hansısa formada bununla barışmaq lazımdır. Artıq mövcud olmayan ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsi ilə bağlı 3 variantı, həll variantı var idi. Hamısında da Azərbaycanın maraqları görülmürdü. Yəni diqqətdən kənarda qalırdı, görürsünüzmü? Ona görə də artıq biz beynəlxalq ictimaiyyəti o faktla barışdırdıq ki, münaqişənin tənzimlənməsinin, həllinin tək bir yolu var. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Və sonraki mərhələdə gördük ki, bütün metəbər platformalarda, tribunalarda bu reallıqla barışırdılar və qeyd edirdilər ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyündən keçir. Və bunun ardınca bizim iqtisadi gücümüz, yəni biz çox möhtəşəm dünyanın ən güclü ordularından birini formalaşdıra bildik. Düz deyilmi? 1994-cü ildə atəşkəs əldə olunandan sonra biz çox böyük sürətlə milli ordumuzu formalaşdırmağa və sürətlə gücləndirməyə başladıq. Və biz bilirdik ki, dinc vasitələrlə münaqişənin tənzimlənməsində maraqlı olanlar yoxdur. Sadəcə olaraq bu cəhdlər münaqişənin tənzimlənməsi yox, idarə olunmasıdır. İdarə olunmanın nəticəsi nə olacaqdı? Nəhayət Azərbaycan torpaqlarının hüquqi statusu dəyişdirilərək Ermənistanın nəzarətində qalacaqdı. Biz bunun qarşısını aldıq və gələcəkdə də bu istiqamətdə cəhdlərin qarşısını ordumuzu qüvvətləndirməklə, gücləndirməklə alırdıq. Bu haqda çox danışmaq olar. Yəni bunun tarixi, siyasi əhəmiyyətini, gələcəkdə beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində hələ bundan sonra da verəcəyi töhfələr haqqında çox danışmaq olar. Amma bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan xalqı dünyaya öz obrazını tanıtdı. Bu hansı obraz idi? Həm döyüşkən xalqdır, qəhrəman xalqdır, həm də sülh sevən xalqdır. Yəni biz 30 ilə yaxın bir müddətdə münaqişənin dinc vasitələrlə tənzimlənməsinin tərəfdarı olduğumuzu səmimiyyətlə göstərdik. Düz deyilmi? Düşünürdülər ki, bəlkə də düşünə bilərdilər ki, bəlkə də bu dövlətin, bu xalqın kifayət qədər gücü yoxdur ki, öz torpaqlarını işğaldan azad etsin. Amma biz göstərdik ki, bizim gücümüz, şücaətimiz, qəhrəmanlığımız mövcuddur. Və bundan sonra dünya nəyi dərk etdi? Dünya dərk etdi ki, dünyanın ən döyüşkən, ən şücaətli xalqı həm də ən sülh sevən xalqıdır. Gücü, qüvvəsi ola-ola münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində 30 ilə yaxın səmimiyyətlə addımlar atdı. Görürsünüzmü? Bu unikal bir obrazdır. Bu Azərbaycan xalqının obrazıdır. Bu Azərbaycan prezidentinin qəhrəman obrazıdır. Və hesab edirəm ki, bundan sonra da gələcəkdə bütün dünya xalqları Azərbaycan xalqının obrazını hələ öyrənməklə məşğul olacaqlar. Xəzər müəllim, sizi dinləmək istəyirik. Bugün sən eyni zamanda dəyərli qazilərimizlə bərabər, qanın axıdan, igidlik göstərən bütün vətən övladları ilə bərabər qürurlu bir gün keçiririk və dünya qarşısında igid, vətənpərvər bir xalq olduğumuzu nümayiş etdirik. Gəlin, etiraf edək ki, xalqımız əsrlər boyu azadlıq uğrunda, müstəqillik uğrunda hər zaman döyüşüb, vuruşub, qan axıdıb, şəhid verib. O azadlıq ruhu heç zaman xalqımızı tərk eləməyib. Yenə də istismara məruz qalsaq da, torpaqlarımız işğal altında olsa da, yenə də analarımız, atalarımız öz ailəsi ilə, atalarımız özlərinin davranışları ilə övladlarımızı qəhrəman ruhda böyüdüblər. Bu cür qəhrəman igid övladlarımızı formalaşdırıblar, xalqın ixtiyarına veriblər. Bu qəhrəman insanların əlbəttə ki, qəhrəman, igid, müzəffər, ali baş komandası olmasaydı, bu qələbə də çox çətin olardı. Mən də epizodik olsa da 1-ci Qarabağ müharibəsində iştirak etmişəm. Əlimə silah alıb döyüşdə olmuşam. O zaman doğrudan da igid övladlarımız
döyüşürdülər. Can verirdilər. Bəli. Qan tökürdülər. Bəli. Lakin laikli Müzəffər Ali Başkomandanımızın, onları istiqamətləndirən vətənpərvər zabitlərimizin olmaması və ya azlığı uzbatından biz qalib gəlmək imkanlarını itirirdik. Döyüşürdük, vuruşurduq. Şəhid verirdik. Sona qədər Azərbaycan torpaqlarının azadlığı uğrunda əlimizdən gələn edirdik. Həm ön cəbhədə, həm arxa cəbhədə. Lakin qələbə bizimlə deyildi. Həm ona görə ki, dünya ermənilərinin yanındaydı. Həm ona görə ki, ermənilərin mundirini geyən Ruslar onların yerinə döyüşürlər. Rusiyanın bütün texniki imkanları, hərbi imkanları ermənilərin yanındaydı. Bəli. Dünya dövlətləri erməniləri bütün mənalarda müdafiə edirdiler. Elə vəziyyət 20-ci ildə də var idi. Lakin Müzəffər Ali Başkomandan, möhtərəm cənab prezidentimiz yaratmış olduğu yeni, çox döyüşkən əlvariyası olan övladlarımızla, vətənpərvər ordu ilə formalaşdırdığı vətənpərvər gənc ilə Azərbaycan xalqının azadlığını müqəddəs bilən analarımızla, atalarımızla bir oldu. Torpaq uğrunda 7-dən 77-yə bu torpaq uğrunda meydanlara atıldıq. Ön cəbhədə, arxa cəbhədə. Biz də döyüşürdük. İdeoloji cəbhədə. Ən müxtəlif platformalarda. Yenə də bununla kifayətlənmirdik. İmkanımız daxilində. Bir pensiyası, öz pensiyasını ordumuza necə verirdisə, biz də öz imkanlarımızla ordumuzun yanındaydıq. Bütün mənalardan. Müzəffər Ali Başkomandan həm də xalqımızın birliyini, həmrəyliyini yarada bildi. Baxın, görün, doğrudan da 44 günlük müharibədə bir naxələb, nanəcib, satılan antimilli insanlardan başqa mən deyərdim ki, xalqımızın bir 99% həm xaricdə, həm də ölkəmizdə iki dövlətlərimizlə, Müzəffər Ali Başkomandanla bir oldu. Və bu birlik bizə bu qələbəni, bu zəfəri yaşatdı. Zaman gələcək, Azərbaycan torpaqları da bütöv olacaq. İndi biz Azərbaycan dövlətinin itirilən torpaqlarının geri qaytarılmasını həll etdik. Qarabağı və Şərqi Zəngəzuru. Ancaq zaman-zaman Azərbaycan torpağı parçalanıb. Onun şimalı olduğu kimi onun cənubu da var. Bugün 40 milyona yaxın bizim güneydə soydaşlarımız var ki, müharibə zamanı onlar bütün varlıqlarıyla bizdə oldular. Bizim Dərbəndimiz var, bizim digər torpaqlarımız var, Qərb Azərbaycanımız var, Borçalımız var. Bunların hamısı Azərbaycan torpaqlarıdır. Bunu bütün gəncliyimiz bilsin. Zaman-zaman onu bizim əlimizdən alıblar. Biz diplomatiya ilə, siyasətlə, qan tökmədən o torpaqları geri almaq uğrunda mübarizəmizi davam etdirmək. Lakin ehtiyac olanda yenə də yetişdirdiyimiz, formalaşdırdığımız bu cür igid övladlarımızla, əsgər və zabitlərimizlə o müqəddəs torpağı bütöv eləməliyik, bir eləməliyik. Onda doğrudan da Azərbaycan xalqı dünyanın ən müzəffər xalqı olaraq bütün dünya özünü yenə də nümayiş etdirəcək. Bir daha bayramımız mübarək olsun. Əziz analarımız, əziz bacılarımız, əziz əsgər və zabitlərimiz, əziz şəhid ailələri, ruhu bizdən olan şəhidlərimiz bayramın mübarək olsun. Biz də sizi təbrik edirik. Eyni zamanda bugün Azərbaycan torpaqlarını qoruyan, gecə-gündüz bu torpaqların keşiyində duran müzəffər ordumuzu,
əsər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onlara möhkəm can sağlığı versin və deyirik ki, sizinlə fəxr edirik. Dəyərli bizim qazilərimiz, zabitlərimiz, sizin bayram təbriklərinizi almaq istəyirik. Yəqin ki, Azərbaycan xalqına bugün deyəcək sözləriniz var. Buyurun. 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 Hər kəsin dediyi kimi bu zəfər gününü çox gözləyənlərdən biri də mən özümdən deyim, mən olmuşam. Çünki 19 il 8 ay xidmət müddəti ərzində ön xətt hərbiçələrdə xidmət eləmişəm. Hansı ki, onlarla ara məsafəmiz 17-20 metr məsafə təşkil edilib. Biz oradan hansısa bir cihazlar vasitəsilə öz vətən torpaqlarımıza baxırdıq. O bizə çox ağır acılar yaşadırdı. Vətən müharibəsinin başlanması gününü səbirsizliklə gözləyən Azərbaycan əskərindən biri demək olar ki, mənəm. Döyüşlərə ilk gündən qatılmışam. Sentyabr ayının 27-si 2020-ci ildə Füzuli istiqamətindən döyüşlərə qatıldım. Demək olar ki, vətən torpağına hər addım atdıqca o qüruru, o hissi heç kimə yaşamayan bilə bilməz ki, biz o qüruru hissi necə yaşayırdıq. O torpaqlara addım-addım ayaq qoyurdunuz. Bəli, sanki torpağa ürəyimizi qoymaq istəyirdik ki, bu torpaq bizimdir. Biz buna həsrətlə baxmışıq indiyə qədər. Doğru deyiblər ki, torpaq su ilə yoğurulanda, palçıq qanla yoğurulanda vətən olur. Bəli. Biz birinci Qarabağ müharibəsində şəhid olanlarımız, qazi olanlarımızın qisasını alırdıq. Xocalımızın qisasını aldıq. Vətənimizin ərazi bütövlüyünü bərpa etdik. Ali Baş Komandanımızın tapşırıqlarını yerinə yetirdik. Və Allahdan ən böyük arzum bir Qərbi Azərbaycanlı olaraq Qərbi Azərbaycana qayıtmaq, öz nənəmin, babamın qəbrini ziyarət eləməkdir. İnşallah ki, o zəfəri də Allah bizə yaşadar. Ali Baş Komandanımızın siyasəti bizə yaşadar onu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin və sonda bunu da demək istəyərdim ki, nə qədər axan qanımız, qanım, itirdiyim əzalarım varsa, xalqıma, millətimə halal eləyirəm. Vətən sağ olsun. Allah sizləri qorusun. Allah sizləri qorusun, əziz qardaşlar. Hörmətli Nurana xanım, hörmətli qonaqlar, mən hörmətli baş tacımız olan şəhid analarımız, bayaq bir söz dediniz, 1-ci Qarabağ müharibəsində şəhid olanların qanı yerdə qalmadı. Mən özümü xoşbəxt sayıram ona görə ki, 1-ci Qarabağ müharibəsində yaralansam da belə gizlətdim, hərbi məktəbə qəbul oldum, 4 il oxudum və onu da qeyd edim ki, mən həqiqətən də elə bir hərbçinin əskəri olmuşam ki, 134 şəhid 1-ci Qarabağ müharibəsində. İçində sinif yoldaşım əmim olmaq şərti, əmim oğlu olmaq şərti ilə 134 şəhidin əskəri yoldaşıyam. 44 günlükdə isə 15-ə yaxın zabit kurs yoldaşım, xidmət yoldaşımın, şəhid dostların, şəhidlərimizin xidmət yoldaşıyam. Və onu da qeyd edim ki, mən bir ailədə 4 qardaşdan 3-ümüz döyüşçüyük. Allah bütün xalqımızı, ordumuzu qorusun. Və 3-ümüz hal-hazırda ikimiz müharibə iştirakçısıyıq, veteranı sayılırıq. Və onu da qeyd edim ki, 1-ci Qarabağ müharibəsində olan çətinliklər indi olmadı. Çox çətin idi və hörmətli Fəzali müəllim də dedi, o vaxtda döyüşən ürək o vaxtda vardı. Azərbaycan əskəri araşdırsanız, mən həmişə eksperimenti aparıram, sorğuluyuram. Oturanların əksəriyyətinin qohumu ya şəhid ya qazidir. Bunu mən 100% deyirəm. Çünki o qisas nifrətdir, düşmənə nifrət vardı. Və mən onu deyim ki, xoşbəxt bir insanlardan biriyəm ki, Ulu Öndərin dövründə səfərbərlik elan olunanda da xüsusi təyinatlı olaraq Horadiz əməliyyatlarında iştirak edənlərdən biriyəm. Ağdərə döyüşçü olmuşam. 2 qardaş səfərbərlikdə iştirak eləmişik. Və 44 günlük Zəfər Savaşında Ali Baş Komandanımızın səfərbərlik elan edilənəndən qabaq baş tacımız, generalımız Polad Həşimov
şəhid olan gün mən artıq dayana bilmirdim. Üzr istəyirəm sözümə görə. Kiçik oğlum 7-8 yaşı var. Dedi, ata, nə qədər biz şəhid gözləyəcək? Ya bir dənə gedək şəhid olaq hamımız. Ya məntiqlə qalib gələk, döyüşək. Və mən də əlimə bəhanə düşdü. Uşaqları üzr istəyirəm apardım, kəndə qoydum. Hansı ki 150 nəfər yazılanlardan biriyəm. Və ona görə də qalib gəldi ki, xalq, ordu, Ali Baş Komandan birlik, vəhdət yarandı. Düzdür. Və Ali Baş Komandan əgər bu iqtisadiyyatı güclü olmayan dövlət isə qalib gələ bilməz, bunu da deyim. Və mən yenə də vətən həsrəti ilə onu da qeyd edim ki, uzun müddət uzaq Sibirdə yaşamışam. Fəxrimiz Mübariz İbrahimov şəhid olana qədər hamımız utanıb başımızı salıb gəzirdik. Və ondan sonra artıq mən qisas sizin almağın vaxtı çatdığını və hər şeyimi orada buraxıb Azərbaycana qayıtdım. Və bu qisas, bu nifrət hissi ilə yaşadım. Bu qələbə gününü gözləyənlərdən biriyəm. Fəxr edirəm ki, ordumuzun, milli ordunun ilk əskər, kəşfiyyatçı əskərlərindən 20 iyun 92-ci ildən və bu yarımçı arzularımıza çatmaq üçün qayıtdım və ona da çatdım. Bütün Allah, 1-ci Qarabağ, 2-ci Qarabağ, ümumi döyüş bitməmişdi. Bütün şəhidlərimizi Allah rəhmət eləsin, qazilərimizin canı sağ eləsin. Və onu da deyim ki, analarımız, qisasınız istənilən kimi alıb. Daha dərini açıqlama vermək istəməyim və bu şanlı bayrağı onu da qeyd etməyi özümə borc bilirəm. Mən Ağdərə döyüşçü olduğum üçün yazılmışdım Ağdərəyə. Apardılar Cəbrayıl Qubadlı. Yazı düzündə Qubadlının yazı düzünə bu bayrağı mənim çiynimdə dalğananarıq. Yazı düzündən Balasoltanıdan Qubadlıya gedən 4 kilometr yarım məsafə yüksəkliyə bayraq mənim çiynimdə çıxıb. 4 əskər mənim, 7 əskər Bəşirli müharifəm və o bölükdən, o tabordanam ki, 3 tabor komandiri şəhid vermişəm. Əgər icazəniz adlarını da çəkərdim. Lənkərindən Bayramov İqbal, gözümlə yumuşam, qucağımda şəhid olub. Şəkidən Məmmədov Xəyal, 450 metr 7 əskərindən şəxsən çıxartmışam. Vətən müharibəsi qəhrəmanı Ağayev Vüqar, Qubadlı rayonu Mahmudlu kəndindən. Yanımda 3 metr əlimdə Millətov Ağayev, Cəllabaddan həkimimiz şəhid olub. Yəni bu paltarı geyinməkdə həmişə qürurla və özümə kəfən bilərək geyinirdim. Nə qədər canımda can var, vətənim yolunda canımı fəda etməyə hazır olanlardan biriyəm. Bayramımız mübarək. Allah xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı qorusun. Amin. Allah sizləri qorusun. Müzəffər Azərbaycan ordusunu Allah qorusun, hər zaman himayəsində saxlasın. Buyurun, buyurun. Mən də bütün döyüşçülər adından, başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla ordumuzu, xalqımızı təbrik edirik. Şəhid ailələrin qarşısında baş əyirik. Mən Qərbi Azərbaycanın Dərələzmalı'nın Qovşu kəndindən 17 yaşından məcburi köçkün düşmüşəm. Yəni məcburi biz oradan çıxarılmışıq. Mənim də qismətimə o yazıldı ki, müharibələrdə iştirak elədim. Ağır güllə yaraları alaraq bu gün, belə deyək, ayıq üstəyəm. Amma buna baxmayaraq mən yenə də döyüşməyə hazıram. Cənab Prezidentimiz dediyi kimi biz Qərbi Azərbaycana öz doğma torpaqlarımıza, tarixi torpaqlarımıza qayıdacağıq, amma zirehli texnika üzərində yox, öz şəxsi maşınlarımızla. İnşallah. Mənim dəyərli şəhid analarım, şəhid ailələri, sizin oğlanlarınız da biz döyüş mövqeyində onlarla tanış olduq, onlarla bir döyüşə girdik. O sizin oğlanlarınız öz canlarına, qanlarına keçdilər, lap o bayraq taxılan yerə qədər getdilər. Biz yaralandıq, qayıtdıq, ancaq onlar şəhid oldular, qayıtmadılar. Onlar o üstünlüyü seçdilər. Bizim də arzumuz o idi ki, biz də şəhid olaq. Şəhidlik çox uca bir məqamdır. Onlar seçilmişlər idi. Mən sonda bir şey demək istəyirəm ki, 1-ci Qarabağ müharibəsində olan bizim qazi, şəhid və yaxud da ki, veteran olan qardaşlarımızı unutmayaq. Çünki biz onların davamı olaraq gəlmişik. Biz dönüb bizim müharibə tarixlərimizə baxanda 4 il, sonra 4 gün, sonra belə deyək ki, 44 gün və 23 saat. Yəni bu bizim alın yazımız idi. Biz gec də olsa biz öz tarixi torpaqlarımızı, müqəddəs torpaqlarımızı azad elədik. Mən sonda bir şey demək istəyirəm ki, mən fəxr edirəm ki, Azərbaycanlıyam.
Biz hər birimiz fəxr edirik ki, Azərbaycanlıyıq. Səbuhi Əziz qardaşım, buyurun, bayramımız mübarək. Bir daha başda şəhid ailələri olmaqla bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Bayram məncə ən çox bizim xalqımıza, bizim millətimizə yaraşır. 44 gün çətin keçdi. Amma şükürlər olsun ki, biz bunun nəticəsini gördük. Nəticəsi belə şanlı, belə şərəfli bayram keçirtmək oldu. Bir daha cəbhədə olan qardaşlarımızı, ordumuzun bayramını təbrik edirəm. Olduğumuz hər bir yer bizim cəbhəmizdir. Bunu biz 44 günlük müharibədə də göstərdik. Həkimlərimiz öz cəbhəsində vuruşurdu. Xalqımız hərəsi olduğu mövqelərdə öz döyüşünü aparırdı. Bir daha xalqımızın bayramı mübarək olsun. Təşəkkür. Biz də sizin bayramınızı təbrik edirik. Bizim burada gənclərimiz var. Əli və onun bacısı. Yəqin ki, təbrikləriniz var sizin də. Buyurun, gəlin, zəhmət olmasa. Bugün hər bir Azərbaycanlının bayramıdır. Təbrik edirəm sizi, mən balalarım. Əli və bacısı elə, belə deyim, şəhidlərimizin, mübarək şəhidlərimizin adını şərəfləndirilən tədbirlərdə böyüdülər gözümüzün qarşısında bu 5 il müddətində. Bugün yəqin ki, təbrik üçün sizin də ürək sözünüz var. Aha, bunu bizə gətirmişsiniz, hədiyyə gətirmişsiniz, bayram hədiyyəmizdir. Ay, nə gözəldir. Bu bizim şəhid analarımıza verilən hədiyyədir, düzdürmü? Analar, bax, bu hədiyyə sizindir. Bu hədiyyə sizindir, təşəkkürümü bildirirəm. Və mikrofonumuzu götürək zəhmət olmasa. Buyur, Əli. Bura keçin zəhmət olmasa. Keçin bayrağın yanında, buyurun. Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi, dəyərli qonaqlar və ekran qarşısında bizi izləyən izləyicilərimiz. Mən Vətən Sağ olsun Xeyriyyə Cəmiyyətinin təmsilçisi Vətənpərvər Əli Hüseynov. Mən Vətənpərvər Zəhri Hüseynzadə hər birini salamlayıram və bu gözəl zəfəri bizə yaşatdığı üçün başda Ali Baş Komandamız İlham Əliyev olmaqla rəşadətli ordumuza təşəkkür edir. Allahdan qazi və döyüşçülərimizə can sağlığı diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Nurana xanım, dəvətinizə görə sizə təşəkkürümüzü bildiririk. Zəfər günü münasibəti ilə başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirik və kiçik bir kompozisiya şeirimizi sizlərə təqdim edirik. Buyurun. Banisi Məmmədəmin rəmsidir dövlətin, Azəri Türk millətin, Azərbaycan bayrağı, ordu önündə gedən, ölkəni təmsil edən, düşmənləri göynədən Azərbaycan bayrağı, şəhidlər hesabına, çatdıq haqq dünyasına, qoymarıq səni sına, Azərbaycan bayrağı, idmançılar hər yanda, qalib gəlsə idmanda, dalğalanır meydanda Azərbaycan bayrağı, yada məzar qazıldı, tarixlərə yazıldı, Qarabağdan asıldı Azərbaycan bayrağı. Ey şəhid anası daha tutmayaz, şükür qiyamətə qalmadı qisas, zəfər müjdəsinə özün qulaq as, ordum yağlardan öc alır bugün, bayrağım şad ocalır bugün. Düşmən qapı-qapı düşüb sülənir, boynunda torbası yardım dilənir, başına göydən odlar ələnir, qısıb quyruğunu alçalır bugün, bayrağım şad ucalır bugün. 8 noyabrın bu şanlı günü, Ali Baş Komandan verdi müjdəni, İti qovan kimi qovduq düşməni, ordum yağlardan bac alır bugün, bayrağım şad ucalır bugün, bayrağım şad ucalır. Alınmaz qalam oğul, vətənə əskər oğul, ümidim pənahımsan, düşmənə sipər oğul, igidim əskər oğul, vətən üçün bəslən oğul, mübariz təknər oğul, ağladar düşmən oğul, göyə qalxsın bayrağımız, büdürəməsin ayağınız, Allah olsun dayağınız,
Vətəninə sadiq ol. Azərbaycan əsgəri. Allah bütün ordumuzu qorusun. Sizlərin də bayramı mübarək. Təşəkkür. Biz də sizin bayramınızı ürəkdən təbrik edirik, minnətdaram. Buyurun, bizim dəyərli qazilərimiz, dəyərli oğullarımız davam edək. Bayram təbriklərinizi alaq sizdən. Bəli, buyurun, buyurun. Mən sizi illərdir tanıyıram. Siz də Azərbaycanımızın dəyərli xanımlarından birisiniz. İllərdir 44 günün vətən müharibəsindən bəri siz də şəhid ailələrinin daimi yanındasınız. Mən bayaq verilişin başlanğıcında da dedim, mən bir Azərbaycanlı olaraq, bir Qarabağlı olaraq Azərbaycanımızın yaralı və azad Xocalısındanam, Xocalı Meşəli kəndindənəm və bu günlərim mən bəli, mən hər zaman deyirəm, yaralı olsa da amma azaddır. Bu günlərim bizim 1-ci Qarabağ müharibəsinin şəhidləri öz dədə-baba torpağında dəfn olunurlar. Bunun özü də bir qürurdur. Bu günlərin bizim Qarabağımızda öz dədə-baba yurdun ziyarət edirlər, öz dədə-baba qəbirlərini ziyarət edirlər. Bunun özü bir qürurludur və günü-gündən gözəlləşən, abadlaşan bizim Qarabağımız günü-gündən gözəlləşir. Allah cənab prezidentimizə ömür versin. Amin. Şəxsən Qarabağı öz diqqətində, öz nəzarətində saxlayıb və günü-gündən gözəlləşdirir və bizim bu günlərim 8 noyabr Zəfər bayramımızdır. Mən deyərdim ki, bu həqiqətən də əsl kişilərin bayramıdır. Mən bütün kişiləri salamlayıram, kişilərin bayramı mübarək olsun deyirəm və arçaq bir respublika yaradan insanlar, onlara mən insanla deməzdim. Bu günlərim deyirdilər ki, illər bundan qabaq biz Bakıda oturub çay içəcəyik. Düzdür, sözlərini tutdular, cənab prezident demişkən, bu günlərim Azərbaycanın igid oğullarının sipər sinəsinin altında, bu günlərim Azərbaycan torpağında çay içirlər, amma dəmir barmaqlar arasında. Bu da bizim Azərbaycanımızın zəfəridir. Bu da Azərbaycanımızın qürurudur ki, bu günlərim Azərbaycana dil uzadan düşmənlər bu günlərim qanun qarşısında cavab verirlər. Bir daha deyirəm, bir Azərbaycanlı olaraq, bir Qarabağlı olaraq, bütün şəhid atalarından, şəhid analarından, qazilərimizdən, veteranlarımızdan halallıq istəyirik ki, yaralı və azad Xocalımız, Qarabağımız onların qanı, canı bahasına bu gün azaddır və hər birimiz Azərbaycan olaraq orada iştirak edirik, yaşayırıq, gəzirik və bu gün 8 noyabr tək Azərbaycanın yox, Türk dünyasının və Azərbaycanı istəyən ölkələrin, qardaş ölkələrin bayramıdır. Bir daha mənim qəhrəman qardaşlarım, bayramınız mübarək olsun. Mən fəxr edirəm ki, sol tərəfimdə şəhid atası oturub, sağ tərəfimdə mənim qazi qardaşım oturubdur. Çox qürur vericidir. Əziz analar, qarşınızda baş əyirik, əllərinizdən öpürük. Allah dünyasını dəyişən şəhid valideynlərə də qən-qən rəhmət eləsin. Onların da ruhu şaddır. Çox sağ olun. Təşəkkürümü bildirirəm. Biz də sizi ürəkdən təbrik edirik. Buyurun. Çox sağ olun. Başda şəhid valideynlərimiz olmaqla bütün xalqımızı bu şanlı qələbə münasibəti ilə təbrik edirəm. Bugün şəhidlərimizin günüdür. Onların bayramıdır. Analarımızın əllərindən öpürəm. Dünyadan keçmiş anaları da Allahdan rəhmət edirəm. Atam 6 ildir ki, həyatda yoxdur. Çox təəssüf ki, yəni müharibə dönəmi o qələbəni görə bilmədi. Bizim milli qəhrəmanımız Polad Həşimovun bir əsgəri kimi fəxr eləyirəm. Onun şəhid xəbəri mənə çatanda artıq bildiyiniz kimi hamı, buradakı qardaşlarımız, əzizlərimiz təsdiq edir ki, hamı bir yumruq olaraq müharibə istədik və biz qisasımızı almaq istədik və bildiyiniz kimi portal açıldı, könüllü şəkildə müraciət elədilər və o könüllərdən də biri mənəm. Siz idiniz. Bəli, yəni mən də öz adımı yazdırdım. Baxmayaraq könüllü yazdırmışdım adımı, amma bəlkə də bunu təsəlli olmaq üçün demirəm analarımıza, həqiqəti deyirəm. Mənim 75 yaşda hal-hazırda anam var, yaşlı anam var. O ana məni özü təkidlə göndərib döyüşə. Yəni mən verilişlərin birində də bu barədə çıxış eləmişəm. Döyüşə get. Bəli, çünki üzr istəyirəm hamımızdan, böyüklərimizdən, ağsaqqallarımızdan. Mənim övladım çox gec olduğuna görə bir qızım dünyaya gəlmişdi. Allah saxlasın. Ona görə qohumlar, qardaşlar deyirdilər ki, yox, niyə gedirsən? Gördülər ki, mümkün deyil, çünki mən bunlara çatdıra bilmədim ki, yəni fikrimi. Başqa bir məqsəd yox idi. Onlar sadəcə buna görə deyirlər ki, yəni gedərsən birdən. Elə oldu ki, artıq
Mənə SMS gələndə məlumat çatmışdı anama. Anam rayonda yaşayır, Yardımlı rayonunda. Buradakı yəni bacı, qardaş, qohum, bibi, əmilər demişlər ki, ana bir dənə bu məsələni sən yoluna qoya bilərsən ki, yəni qoyma getsin də, bəs uşağa görə. Anam orada bir kəlmə demişdi ki, yəni bu həqiqətən də belədir. Hal-hazırda yəni bizi də görür. Hətta ona o sözləri deyən insanlar, qohumlar da bilir ki, bu həqiqətən belədir. Bunlar demişdilər ki, bəs sən anasan da necə qoyursan, qız uşağıdır, 3 yaşı var belə. Anam bir kəlmə söz demişdi ki, mən şəhidlərin anasından artıq deyiləm, nə də ki, mənim oğlum şəhidlərdən artıq deyil. O 3 yaşlı da qız uşağı şəhidin övladından artıq deyil. Ona görə də bizim boynumuzun borcudur ki, mənim oğlumun borcudur ki, vətənimizin bu gün dar günündə vətənimizin köməyinə çatsın. Və mən fəxr edirəm ki, bu döyüşlərdə iştirak elədim və bu müqəddəs missiya mənə də qismət oldu. Allah şəhidlərimizə rəhmət eləsin. Nə qədər biz üçün çətin olsa da dostlarımı itirmişəm. Qardaşlar hamısı təsdiq eləyir. Çox ağır bir doğrudan döyüş yolu keçmişik. Amma fəxr eləyirik ki, bu gün vətənimiz azaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazi qardaşlarımız, mən sizi təbrik eləyirəm. Allah sizə can sağlığı versin. Biz də sizi təbrik eləyirik. Nə qədər canımızda can var, Azərbaycanımızın, millətimizin yanındayıq. Bayramımız mübarək olsun. Azərbaycan yolunda hər birimiz canımızdan keçməyə hazırıq və diqqətinizə bir məqamı çatdırmaq istəyirəm, əziz tamaşaçılarımız. 2020-ci il sentyabr ayının 27-sində biz çəkiliş qrupu ilə bərabər Ziba ananın görüşünə getmişdik. O vaxt biz aprel döyüşçülərinin ailələrini ziyarət edirdik. Onlar haqqında, onların döyüş yolu haqqında verilişlər çəkirdik. Və biz Ziba ananın qapısına çatanda hər kəsin telefonuna Müdafiə Nazirliyindən həmən o ilk aldığımız xəbərlər gəldi. İlk mövqeylərimizin, ilk kəndlərimizin işğaldan azad olunması ilə bağlı. Və orada Ziba ana, eləcə də Nəzakət ana sizin yanınızda vardı. İlk xəbəri aldıq biz. Ziba ana əlini açdı belə göyə, dedi Allahım, mən səndən qələbə istəyirəm. Hələ onda Ziba ana bilmirdi ki, bir neçə gündən sonra ikinci oğlunu şəhid verəcək. İntiqamını şəhid verəcək və intiqam igidliklə, qəhrəmanlıqla şəhid olacaq və Ali Baş Komandan tərəfindən Vətən Müharibəsi qəhrəmanı adını alacaq. O kadrları zəhmət olmasa bir daha yenidən verin səsli formada. Şəhid anaları ilə bərabər Ziba ananın, şəhidimizin evinin qarşısında və bu dəqiqə elə bax sosial şəbəkədə rəsmi məlumatlar var. Bəli, Azərbaycan qoşunlarının keçirdiyi uğurlu əks hücum nəticəsində işğal altında olan bir sıra kəndlərimiz vacib yüksəklikdə və əlverişli ərazilər düşməndən azad edilib. Milli Astrində istinadən bildirilir ki, bunu Müdafiə Nazirliyi mətbuat katibi deyib. O qeyd edib ki, hazırda məlumata görə Cəfənin Füzuli, Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdər Rəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri işğaldan azad edilib. Bundan əlavə Ağdərə rayonu və Murovdaş istiqamətlərində düşmən postları darmadağın edilib. Hakim yüksəkliklər nəzarətə götürülür. Analarımızın duası, baxın şəhid analarının duası, ordumuza dua eləyin. Böyük ruhla, bax qəlbimiz sevinir. Allah ordumuzu qorusun, Allah Azərbaycanımızı qorusun. Allah Azərbaycanın torpağının keşkində duran əskər və zabitlərimizi qorusun. Azərbaycan əskəri sizinləyik, hər zaman sizinləyik. Qələbə bizimlədir. Bax, Mullanın o bayrağa görə, bax o bayrağa görə neçə dənə şəhidlərimiz canını qurban verir. Sizi o günlərə qaytardım. Ziba ana, bilirəm ki, sizin üçün asan deyil o günləri xatırlamaq. Və bir neçə gündən sonra mən İntiqam əskərlinin şəhid olma xəbərini eşitdim. Mən anaya zəng eləyə bilmədim. Dedim, zəng edim, nə deyim anaya?
deyim, ana ikinci oğlunun da şəhid olduğu xəbərini eşitmişəm və bir müddətdən sonra ana özü mənə zəng elədi. Və zəng elədi, dedi ki, sənin xəbərin var ki, mənim ikinci ciyərparam da şəhadətə ucalıb. Bu mənim üçün böyük qürurdur. İnanın ki, ayaqlarım bax beləcə yerə saplandı belə. Bir Azərbaycan anasının iki oğlunu Qarabağ torpaqları uğrunda şəhid verməsi, qurban verməsi və onu qürurla söyləməsi. Bu insandan nə qədər böyük cəsarət, cürət, nə qədər böyük qürur, nə bilim, sözlə ifadə edə bilmirəm, professor. Bax, budur Azərbaycan analarının qüruru. Biz elə düz edib özümüzlə qürurlanırıq. Elə dünya düz edir bizdən danışır. Bizim analardan, bizim atalardan danışır. Allah sizi qorusun. Bayramın mübarək, anam. Əvvəla, bütün Azərbaycan xalqını Zəfər Bayramı günü münasibəti ilə təbrik edirəm. Bəli, biz evladı böyütmüşük ki, oğlu evladı vətəni qorumaq üçündür. Hamı arzu edirdi ki, oğlum olsun, amma sağlam olsun, getsin vətəninə, torpağına qulluq eləsin. Hər iki oğlum hərbi sənəti seçməyinə elə bildim öz arzuma çatmışam. Ən böyük arzum hərbiçi olmaq idi. Amma hər iki oğlum xüsusi təyinatlı bölmələrin hərbicisi olduğuna görə onlarla qürur duyurdum. Hər ikisinin alnından öpürdüm. Düzdür, 4 günlük müharibə 2016 aprel döyüşündə hər iki oğlu o döyüşün iştirakçısı idi. Bir oğlum şəhid, bir oğlum o döyüşün şahidi oldu. Qardaşın öz qucağını çıxartmışdı. Amma Nurlanımın son kəlməsi demişdi ki, qardaş, kaş ki Şuşaya bayraq sancılandan sonra şəhid olaydım. İntiqam o gündən özünə qisas ləqəbi götürmüşdü. Həm də dağçılıq qursunun təlimatçısı vəzifəsində işləyirdi. Ən böyük arzusu həm qardaşının, həm iş yoldaşlarının, şəhidlərin, həm də qocaların, körpələrin qisasını almaq idi. Səbirsizliklə gözləyərdi həmişə. Deyirdi, Ali Baş Komandanımız əmri versin. Biz bu döyüşə, yəni son qoyacaq bu həsrətə. Çünki həmişə evdə deyərdi ki, bizim güclü ordumuz var. O ordumuz ki, yəni son damla suyun bir-birinə bölüşəcək qədər. Nə qədər gücü tükənsə belə, son gücü tükənənə qədər bir-birini darda qoymamaq şərti ilə. Mən ordumuzun gücünə inanırdım, qələbəmizə də inanırdım. İntiqamım sentyabrın 25-də gəldi evə. Birinci kəlməsi oldu, ana, səndən halallıq almağa gəlmişəm. Çünki onu heç bir qüvvə geridə saxlaya bilməzdi. Nə qədər desələr belə bir qardaşın şəhiddir, irəli getmə, mən intiqamın xasiyyətinə bələd idim. Məndən halallıq istədi, düşünmədən halallıq verdim. Dedim, analıq haqqımı sənə halal eləyirəm. İndi de, nə deyirsən? Dedim, müharibə başlayır, mən getməliyəm. Dedim, demirəm getmə. Amma imkan daxilində özlüyü qoru, çünki ümidim sənsən. Dedi, ana, əgər qismətimdə qısa ömür varsa, kənarda dünyamı dəyişsəm, heç vaxt rahat olmaram. Əgər şəhid olsam, onda rahat olaram, çünki mənim dövlətimə güvənimdir. Güvənim güclüdür. Yəni, intiqamım dövlətinə güvənirdi. Bu yola qədəm qoysa belə, deyirdi, gözüm arxada qalmayacaq. İntiqam səhər görüşüb gedəndə, dedi, ana, qızımın üzündən öpdüm, bir qızı var idi, Nuradı vermişdi, yəni Nurlanın xatirəsini yaşatmaq üçün. Amma yoldaşıma heç nə deyə bilmədim, çünki mən ona yalan deyə bilməzdim. Telefonlarına qədər mənə verdi, heç kim bilməsin. Ailədə təkcə mən bilirdim müharibə başlamağın, intiqamı müharibəyə yola salan mən idim. Oktyabrın 18 idi, son danışığı idi intiqamın. Sevinə-sevinə dedi, ana, bilirsən, həm qardaşımın qisasını almışıq, həm yoldaşlarımın, həm də Xocalı hadisəsinin, qocaların, körpələrin qisasını almışıq. İnşallah qələbə ilə qaydarıq. Yenə sevinirdim ki, qələbəmiz var. Qələbəyə də inanırdım, çünki Ali Baş Komandanımızın dediyi kimi dəmir yumruq həm xalqın birliyi,
həm ordunun birliyi, həm hamının Allaha inamı bilirdi ki, qələbə bizlə olacaq. Sonra intiqamıma zəng çatmadı. 8 noyabr idi. 5 il bundan əvvəl. Zəng gəldi bizə. Dedilər, ana, eşitmişik ki, intiqamla yəni, danışmaq istəyirsiniz. Amma intiqam sağdır. İntiqamı nə qədər deyirik, geri qayıtmır. Siz nə deyərdiniz? Düşünmədən bu kəlməni dedim. Mən intiqamın xasiyyətinə bələdəm, başladığı işi sona çatdırmadan geri qayıtmaz. Sən də mən Şuşa məscidin qabağındaymış dəstəsinlə. Telefonu söndürəndən sonra deyib ki, bilirsiniz anam nə dedi? Anam dedi ki, intiqam fürsəti olmuşkən, intiqam almadan geri qayıtsan, o vaxtı sənə haqqımı halal eləmərəm. İntiqamın 9 noyabrda döyüş qutarmağa 2 saat qalmış şəhid olub. Amma mən onlarla qürur duydum. Onların atdığı addımını, tək öz övladlarımı demirəm. O döyüşə yola düşən oğullar, hamısı eyni amal, eyni məqsəd uğrunda bu yola qədəm qoymuşdular. Heç nədən qorxmadan, çəkinmədən, torpaqlarımızı işğal altından xilas eləmək üçün. Mən bir ana kimi sevinirəm ki, bu qələbəmizdə mənim də övladlarımın rolu var. Onun yanı yoldaşlarının rolu var. Mən bütün qazilərimizin qarşısında baş əyirəm. Şəhidlərimizin ruhunun qarşısında baş əyirəm ki, mən sizin kimi igid oğullarımızın sayəsində biz başı dik gəzirik. İndi intiqam demişəm, bizdən sonraki nəsil rahat yaşasın deyin, onlar bu addımı atmışdı. Ən böyük arzumuz xalqımızın üzündən gülüş əskiyi olmasın. Bayraqlarımız ən uzaq zirvələrdə dalğalansın. Amin. Həm bizim, həm şəhidlərimizin də ruhu şad olar. Allah elimizi qorusun. Amin. Var olun. Amin. Amin. Sağ ol anam, sağ ol. Sağ ol anam, sağ ol. Dəyərli qazilərimiz, qazi oğullarımız, çox təsirli bilirəm anlar yaşadınız. Amma bugün bizim zəfər günümüzdür. Bugün bayram günümüzdür, bugün qələbə günümüzdür, bugün şəhidlərimizin bayramıdır, bugün qazilərimizin bayramıdır, bugün cəmi şəhid ailələrimizin və şəhidlərimizin bizə yadigar qoyduqları övladlarının bayramıdır. Onların hər birinin bayramını bütün MTV Azərbaycan kanalının rəhbərlikdən tutmuş bütün işçiləri, bütün yaradıcı və texniki heyəti adından ürəkdən təbrik edirik. Yaxşı ki, sizlər varsınız ki, bax, biz sizinlə bərabər bu qürurlu günü yaşayırıq. Buyur, əziz qardaşım, bayramınız mübarək. Buyurun, buyurun. Buyurun, cənab mayor, buyurun. İlk öncə bütün Azərbaycan xalqını, başda Cənab Ali Baş Komandan olmaqla bayramını təbrik edirəm. Bütün şəhid analarımızın qarşısına baş əyirik. Sağ olun. Fəzai müəllim, Rəşad müəllim, bu yağdan bu qələbənin siyasi, iqtisadi, tarixi faktorlarını yoldaşlar hamısı açıqladılar. Sadəcə olaraq bir peşəkar zabit kimi onu əlavə etmək istəyirəm ki, bəli, zəfər faktorlarından savayı da zəfərə aparan yolda ilk öncə bütün Qafqazda ilk dəfə olaraq ümumilli liderimiz Heydər Əliyevin 71-ci ildə Qafqazda ilk dəfə olaraq hərbi məktəbin ilk Azərbaycanda açıb. Və həmin Azərbaycan ordusunun yaranması, yaradılması, yaradıcısı kimi Heydər Əliyev təməlini qoyub, lakin qələbəni bizə bəxş etməyində, qələbəyə aparan yolun inkişafında və Azərbaycan ordusunun formalaşmasında bizə böyük dəstək oldu Cənab Ali Baş Komandamız. Cənab Ali Baş Komandanın dəstəyi ilə Azərbaycan ordusu formalaşıb və bu qələbəni yaşatdığına görə başda Cənab Ali Baş Komandan olmaqla bütün Azərbaycan ordusunu, bütün Azərbaycan xalqını yenə də təbrik edirəm. Təşəkkür edirik. Buyurun, əziz qardaşlarım, buyurun. Bayramınız mübarək. Mən də başda şəhid ailələri olmaqla, Cənab Ali Baş Komandanımız olmaqla, bugünkü gündə vətənin keşiyində duran zabit, gizir, maxi əskərlərimizi və bütün Azərbaycan xalqını təbrik edirəm 8 noyabr bayramı ilə bağlı. Və bir şey də vurğulamaq istəyirəm ki, Azərbaycan ordusunun gücü çoxdan var idi. Lakin Cənab Ali Baş Komandanımız istəmirdi ki, daha biz şəhid verək, bu boyda itkilərimiz olsun. Yəni, onun üçün gözləyirdi. Amma Polad Həkimovun
şəhid olmağı artıq Cənab Ali Baş Komandanımızı da həqiqətən özündən çıxardı və əsəbləşdi ki, artıq buna bir son qoymaq lazımdır. Yenə deyirəm, Allah şəhidlərimizə rəhmət eləsin. Allah Cənab Ali Baş Komandanımızı qorusun və bütün şəhid ailələrini yenə deyirəm, təbrik edirəm bayram münasibəti ilə. Başqa nə deyə bilərik ki, bugün gözəl bir gündür, həm sevindirici bir gündür, həm üzücü bir gündür. Üzücü gündür ona görə ki, illərlə bir yerdə xidmət elədiyimiz, çörək kəsdiyimiz qardaşlarımızı şəhid verdik. Xoşdur onun üçün ki, artıq biz bütün dünya qarşısında başımız dik gəzirik. Bütün qazi qardaşlarımızı, şəhid analarımızı, hər birinizi təbrik edirəm. Qonaqlarımızı təbrik edirəm. Allah sizləri var eləsin. Siz də çox sağ olun ki, bizi bura dəvət eləmişsiniz. Buyurun əziz qardaşım, sizi dinləmək istəyirəm. Sizi. Can əziz qardaşım, bayramınız mübarək olsun. Sizin də yerinizə, əvəzinizə Ramin qardaşım danışar. Buyurun əziz qardaş. Bir daha hər kəsi salamlayıram. Bizə xoş bir niyyət var idi ki, hər zaman, hər il mart ayın 8-də qadınları təbrik edəndə bizi qınayırdılar ki, illərlə böyüdükcə dedik kişilərin bayramı nə vaxt olacaq. Dedilər, siz Qarabağı alanda, hər kəs gülürdü bizə. Başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan kişilərini təbrik edirəm. Çünki biz əsl kişi qələbəsini qazandıq. Biz döyüşə dərə qalası olsaq, biz çox gedib az qaydanlarıq. Biz istəmədən yox, istəyərək getdik. Azərbaycan bayrağını da Azərbaycan bayrağını, Qarabağa şəhidlərin qanı ilə asıldı. Bəli. Bizim hər birimizin, Azərbaycanın hər bir Azərbaycanlı, içində Azərbaycanlı qan axan, yalanan Azərbaycan libasında, dildə yox, qəlbində, içində Azərbaycanlı olan hər birinin tək borcu olan Azərbaycan şəhid və şəhid ailələrdir. Bizim hər birinə borcumuz var. Bu bir başqa bir dünyadır. İkincisi, biz Qarabağa girəndə o hər kəsin tanıdığı döyüşçülərin artıq bütün Azərbaycan bilir, Ohanyan səddi. Böyükdən kiçiyə kimi hər kəs bilir. Biz ora girəndə, Alxandan girən bir yer, ora girəndə Qarabağda bir gözəllik görməmişdik. Bu reallıqdır, hər kəs mənə razılaşar ki, çox bir xaraba bir yer. Sadəcə Qarabağa girəndə, Qarabağdan biz elə bir ruhla girdik ki, o tək Qarabağ azad olmadı. Qarabağda şəhid olub, sümükləri Qarabağda erməni çatdağı altında qalan babalarımızın, dədələrimizin, körpə balalarımızın ruhunu şad etdik. Onlar təzdən doğuldu, onlar təzdən anadan oldu, onların ruhu şad oldu. Onların ailələri evdə rahat yatdı. Biz o qələbəni biz qazandıq. Biz Qarabağı indi dirçəldirik, biz Qarabağı indi yaradırıq. Ali Baş Komandanın o səyi, siyasəti, necə deyərlər, hər bir ayın neçə gün olur Qarabağda, baxırıq, görürük. Amma Qarabağda Qarabağlıq, İnsan müharibə edərsən, döyüş də olar, itki də olar. Amma sənin şəhidinin ki, ruhu, qanı düşman tapdalığında 30 illər ki qalır, bu dözülməzdir. Bu həyat heç bir vaxt bağışlanmazdır. Şükür həmd olsun Allaha ki, mən döyüş bölgəsində böyümüşdüm. Mənim də atam 4 il müharibədə iştirak etmişdi. Bir yax, mənim qazi qardaşım bir gözəl söz dedi, anasının onu yola salmağına. Mənim də anam mənə demişdi, mənim də anama zəng edib demişlər ki, bunu yaxşı zadı keçib, bu hara gedir öz başına. Demişdi, mənim oğlumun şərəfini heç oynamasın. Onun atası 4 il getdi, gözlədik. O da hansı formada gələcək, yenə mən onu gözləyəcəm. Çünki bizim analarımız, bizi böyüdən, bizim elimizdən obamız, bütün Azərbaycan xalqı bir əmalı var olubdur. Bizi indi bir-birinə ən uca yerimiz Qusardı, ən sonda Qazağın kəndləri də ən yer. Baxın, görün, bu şəhid ailələri 5 ildə soruçun kimin birinin qapısında olmuyor. Lerikdən, yardımdan, ən uca kənddən, Tovuzdan, hamı qarışıb bir-birinə. Bunu bizə birləşdirən şəhid qanlarıdır. O qardaşlarımızın qanıdır ki, hamı bir-birinizə qohum etdi. Can bir qəlb elədilər. Bütün Azərbaycanın bayramını təbrik edirəm. Bizi istəyənlərin bayramını təbrik edirəm. Bizim həqiqətən istəyənlər, bizi içimizdən, ürəkdən istəyənlərin bayramı budur ki, bu. Çünki bu qanla yazılan bir bayramdır. 1905-ci il, 1918-ci il, 49, 48, 49-da mənim babalarım, nənələrim orada deportasiya olunubdur Ermənistandan. İndi gəldi 41-45. Biz ömrü boyu müharibədə böyümüşük, biz ömrü boyu müharibə görmüşük. Amma yeganə də dünyada biz millətik ki, biz azadıq. Və işğalda olan torpaqlarımızı qaytardıq. Və öz torpaqlarımızı almışıq. İnşallah bir tezliklə də
o bugünkü gün deyirik. Zəngəzur Şərqi dəhliziylə gedib Zəngəzura gələcəyik, sevə-sevə. inşallah. Olmayacaq, cənab prezident bir dənə əmr verəcək və özünə də demişdim ki, mən prezidentlə görüşən demişdim ki, siz bir dənə əmr verin, biz Yerevanda Azərbaycan'da yazaq. Var olsun Azərbaycan, Allah bizim cənab prezidenti bu dövlətin üstünə əks etməsin. Amin. Sağ olun, minnətdaram. Bayramınız mübarək. Bizim burada Cavidimizin anası var. Bayramınız mübarək olsun. Gözəl anam, sizin də təbrikinizi eşidək. Buyurun. Mən də salamlayıram hər birinizi. Gözəl xanım, əzizimiz Nuranə xanım, siz qeyd elədiniz, 18 yaşında əskər. Cavid elə bir məhlədə böyüyüb ki, 90-cı ildə şəhid verən bir məhlədir. Bizim qələbəmiz, zəfərimiz hər an olub. 90-cı ildən bu yana Azərbaycana girmək istəyən düşmənlərin qarşısını silahsız insanlar aldı. Onlar şəhid oldu. Və Cavid də həmin o şəhidin adını daşıyan məktəbdə təhsil aldı. Ona görə Cavid bir əskər olaraq müharibənin başlanmağını da çox fəxrlə mənə bildirmişdi. Amma gözümüz aydın olsun, artıq müharibə başladı və biz torpaqlarımızı azad eləyəcəyik. Bir il, bir ayın əskəri olaraq 33 gün döyüşdü, Xocavənddə şəhid oldu. Bizim də Zəfər bayramımız mübarək olsun. Hamısını təbrik eləyirəm. Qazilərimizi, şəhid analarımızı, şəhid evladlarını, şəhid yoldaşlarını, bu qələbədə payı olan hər kəsi təbrik eləyirəm. Var olanam, var olanam. Bizim Cavidimizin 18 yaşı vardı, düzdür? Bu dəqiqə Azərbaycan torpaqlarını, bax o Cavidlərimizin işğaldan azad etdiyi, suverenliyimizi, müstəqilliyimizi bərpa etdiyi, sərhədlərimizi bütövləşdirdiyi Azərbaycanın sərhədlərini qoruyan oğullarımız var, əskəri xidmətdə 18-19 yaşında. Onlara bir ana kimi arzularını istəyirəm. Bir dua ilə onlara. Allah qorusun, layiqli evlad olsunlar Azərbaycan xalqına, həmişə üzü ağ olsun bizim oğlanlarımız, igid olsunlar, mərd olsunlar. Düşmən necə ki, bugün onlardan həmişə çəkinib, qorxub, Azərbaycanın adı gələndə düşmən qorxduğu kimi mən ümid eləyirəm ki, gələcəkdə də evladlarımız da elə ruhda böyüyəcəklər. Deyir, sənə zəfər yaraşır, bugün hisslərim qarışır, sevinclə kədər yarışır, sən qalibsən Azərbaycan, bizə zəfər yaraşır. Can anam, düz deyirsiniz, bizə zəfər yaraşır, bizə qalibiyyət yaraşır. Eşq olsun Azərbaycanımıza. Var olsun xalqımız. Püstə xanım, sizin də bayramınızı ürəkdən təbrik edirik. Çox sağ olun. Nuranə xanım, icazə verin, mən çıxışımı ayaq üstə eləyim. Buyurun. Burada şəhid analarımız var, şəhid atamız, qazi qardaşlarımız. Mən özümə borc bilirəm ki, sizin qarşınızda ayaq üstə çıxışımı edim. Bugün bizim üçün həqiqətən də qürur verici bir gündür. Ona görə ki, mən burada böyüklərdən üzr istəyirəm. Az öncə çıxış eləyən evladlarımla bu yola biz çıxdıq. Əli və Zəhra ilə və bu günü ümidlə gözləyirdik. Aprel döyüşlərindən bu yana bizim fəaliyyətimiz var. Həmən bu gördüyünüz uşaqlar körpə yaşlarından böyüdülər bu yolda. Şəhid ailələrinin, qazilərimizin gözü önündə. Mənim üçün həqiqətən də bu günləri sevincimin həddi-hüdudu yoxdur. Həm də bugünkü ortama baxanda da Nuranə xanım, sizə çox təşəkkür eləyirəm. Çünki bu cür anaların, qardaşlarımın yanında mən həqiqətən də başı dik bir vətən qızı olaraq dayanmışam. Qalib ölkənin vətəndaşı olaraq. Hər birinizi təbrik eləyirəm. Allah sizlərə can sağlığı versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə, döyüşçülərimizə can sağlığı arzulayıram. Allah dövlətimizi qorusun. Amin. Allah Ali Baş Komandanımızı qorusun və əskərlikdə olan qardaşlarımızı qorusun. Amin. Çox sağ olun, edirəm. Bayramımız mübarək olsun və proqramımızın son dəqiqələridir. Əvvəlini də biz proqramlarımızın hər zaman Ağsaqqal sözü ilə açırıq. Sonunu da belə bitiririk. Mən Mürvət dayıdan xahiş eləyəcəm. Bu bayram günündə son sözlərimizi də elə Mürvət dayı desin. Bizim adımızdan, hər birimizin adından Azərbaycan xalqını bu zəfər günü, mübarək gün, qələbə günü münasibəti ilə ürəkdən təbrik etsin. Mən bir daha
xalqımızı bu qələbə günü münasibəti ilə təbrik edirəm. Mən bir epizodu deyim. 20-ci ilin də Ali Baş Komandanımız Qubadlıya səfər eləyəndə ilk dəfə Aşağımoğlu kəndinin girəcəyində Rüfətin portreti vardı. Onun qabağında maşını saxlayıb, Allah rəhmət eləsin, adını oxudu. Bu təkcə Rüfətə yox, o 20-ci ildə. Bütün şəhidlərimizin hamısına o ilk dəfə o qiyməti verdi. Ali Baş Komandanımız, xanımı da yanındaydı. Bir daha şəhid ailələrimiz adından Ali Baş Komandanımıza bugünkü gündə ki, biz onun yanında olub övladlarımızı şəhid verdik. Bugünkü gündə də dövlət başçımızın yanındayıq. Dövlət siyasətimizi, dövlətimizi ilk qoruyanlardan olsaq da bugünkü gündə də onun yanındayıq, ona qüvvə verənin dövlətimiz var olsun, Amin. xalqımız var olsun. Bir də dünən 3-4 gün bundan qabaq 92-ci il şəhidləri Xətai və Suraxanı rayonunda 4-ün birdən dəfn elədik. Nəşlərini. Nəşlərini, gətirən Aha, nəşlərini bəli, dəfn bəli. elədik. Orada bir ananın ağlaya bilmirdi. Ana. Göz yaşı 32 ildən artıqdır, qurumuşdu. Gözünün yaşı quruyub, Saç bəli. ağ, indi belə əyilmiş bir xanımıdır. Ağlaya bilmirdi də, durub baxırdı, ağlaya bilmirdi. Amma bütün o 92-ci ilin şəhid ailələri, şəhid yoldaşları, biz şəhidlərin valideynlərinin həmişə təşəkkür edirlər ki, sizin övladlarınızın əməyi nəticəsində, səyi nəticəsində 32 ildən artıq gözümüz yolda qalmışdı. Amma bugünkü gündə harasa gedib onların nəşini də, onların qəbirlərini ziyarət edə bilir. Bunun özü bilirsiniz nə deməkdir ki, yəni bizə o qədər, nə bilim, xalqımız tərəfindən bu sözü demək də olmur da, yəni bizi əllərinin üstündə saxlayırlar da. Nəsə sözü tərənnüm eləyə bilmədim yekunun. Allah xalqımızı var eləsin, Amin. birliyimizi var eləsin. Amin. Bütün müharibədə iştirak edən zabitlərimizi, qazilərimizi, şəhid ailələrimizi hamısını təbrik edirəm. 2 ildən artıqsa da 23 ildən bəri bir dənə şəhid gəlmir. Bunun özü də elə bu şeyin əməyidir. Bəli. Bu yaxınlarda Amerikada böyük hegeman bir ölkədə sülh müqaviləsi bağlandı. Ermənilərin diz çöktürülməsi, yəni orada sülh müqaviləsi şəhidlərimizin əməyidir. Dövlət başçımızın apardığı siyasətdir. Bir daha deyirəm, şəhidlərimizin ruhu şad olsun. Amin. Ali Baş Komandanımız, xalqımız, bütün Azərbaycanlılar hamısı var olsunlar. Bir daha müharibə görməyək. Həmişə qələbələrdə, qələbə zəfərlərində iştirak edin. Sağ olun. Amin, amin. Hə qardaşım, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Bayramınız mübarək. Canım qurban Azərbaycan torpağına